Axşamınız xeyirli olsun yoldaşlar. Başlayaq. Deməli 51-ci sualdan biz deməli 1-dən 50-yə qədər olan sualların izahını qoymuşduq YouTube səhifəmizə. İndi 51-dən etibarən başlayaq. Elə 51-ci sualla deməli davam edək. Təbii ki, 51-ci sualda görən nə deyir? Bakının yerləşdiyi dairəsi və təqribən onunla eynilikdə olan şəhərlər. Çox uşaqlar səhv salır. Bakı o 40 yoxsa 50, 40 nədir, 50 nədir? Ümumiyyətlə Bakı 40 şimal enliyində yerləşir. 40 şimal enliyi və 50 şərq uzunluğunda yerləşir. Yəni Bakının en dairəsi 40 şimaldır, uzunluğu 50 şərqdir. 40 şimal olduğu üçün təbii ki A-nı, B-ni və Y-ni atıram. C-D arasında qalıram. Burada da təbii ki Kiyev şəhəri, Viyana, Berlin, Paris. Bunlar Bakıdan daha şimalda yerləşən şəhərlərdir. Amma xəritəyə diqqətlə baxsaq, Pekin, Ankara, Madrid və New York Bakı ilə təqribi eyniliklərdə, yəni 40 şimalda yerləşir. Yadda saxlayın. Daha sonra davam edək. Daha sonra deyir Kiyev, Singapur, yaxud şəhərlər müvafiq olaraq Bakıdan hansı istiqamətdir? Kiyev Ukrayna paytaxtıdır. Bakıdan şimal-qərbdədir. Singapur Cənubi-Şərqi Asiya regionunda Malakka yarımadasından aşağıdakı xırda ölkəsidir və Bakıdan cənub-şərqdədir. Deməli şimal-qərb, cənub-şərq və Yakutsk isə şimal-şərqdədir. Və buna uyğun cavablarımız təbii ki B variantıdır. Yakutsk Rusiyanın Sibir regionunda yerləşən Türk dövlət qurumu olan Saxa Yakutiyanın dediyi paytaxtıdır. 53-cü sualına davam edirəm. Sxemə əsasən ABC xətti üzrə məsafəni bu miqyaslı qlobus təsvir. Miqyas dediyinə görə birinci miqyas düsturunu yazdım. Həqiqi məsafəmiz bərabərdir xəritədəki məsafə vurulsun miqyasa. Buradan miqyasımız verilibdir. Deməli 5 0 siləndə qalır 200. Yəni miqyasımız bərabərdir 200-ə. 200 yəni kilometr. Niyə 5 0 sildim? Həqiqi məsafəni tapacağam. O nə tər tapılır uşaqlar? Bax fikir verin. Əvvəlcə A-dan B-yə, şimaldan cənuba biz meridian üzərində düşmüşük. A-dan B-yə fikir versəz 20-dən düşmüşük 0-a. Yəni 20 dərəcə buradan hərəkət eləmişəm. Daha sonra bizdə ABC xətt deyir axı. Sonra da B-dən C-yə hərəkət eləmişik. B-dən C-yə isə 30 qərbdən 30 şərqə hərəkət eləmişik. Bu da 60 dərəcə eləyir. Yəni ümumilikdə 20 dərəcə A-dan B-yə, B-dən C-yə isə 60 dərəcə hərəkət eləmişik. Şimaldan cənuba meridian üzərində hərəkətdir. Meridianda 1 dərəcə. Bunu düz bir yerdə də hesablaya bilərik, amma mən ayrı-ayrı hesablamaq istəyirəm. Biz deməli həqiqi məsafəni tapırıq buradan. Yadda saxlayın. Meridianda 1 dərəcə 1 2 111-dir. 111. 20 dərəcə şimaldan cənuba meridianda axı 20 dərəcə x-dir. X-in elədirmi? 2220. Bunu yadda saxladım. Bəs fikir versəz, qərbdən şərqə 60 dərəcə getmişik biz. Bu zaman fikir vermək lazımdır. Görək biz qərbdən şərqə hansı paralel üzərində getmişik. Çünki hər paralelin nəyi var idi? Öz dərəcə qiyməti. 0-da hərəkət eləmişik biz B-dən C-yə və 0 dərəcəli paraleldir. Yəni ekvatorda da 1 dərəcədən 111.3 idi. Biz onu yuvarlaq 111 kilometr götürərik. 60 dərəcən olar təbii ki x. X-in eləyir 6660 kilometr. 2220 buradan, 6660 buradan. Bunları ümumilikdə toplayıram. 2220 ilə 6660-ı. Eləyir deməli bizim məsafəmiz 8880 kilometr. Yəni deyirəm 2220 ilə 6660 toplandı. Miqyas var, həqiqi məsafə var. Xəritədəki məsafəni tapmalıyam. Tapmaq üçün təbii ki 8880 yəni həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa, yəni 200-ə. Miqyas da bərabərdir. Təbii ki 8880 200-ə bölündə eləyir 44.4 sm. Yəni cavabımız olur Y variantı, yadda saxlayaq. Ondan sonra 54-cü suala baxıram. Yenə deyirik, bu tip suallara biz dandan məsələləri deyirik və fikir versəz deyir ki, Bakı və Samara eyni coğrafi uzunluqda. Uzunluq meridianın digər adıdır. Yəni Bakı ilə Samara hər ikisi eyni meridiandadır və bilirik ki, ümumiyyətlə Bakının meridianı 50 dərəcə
şərq uzunluğudur. Buradan alırıq ki, Samara dəhliz şərqdədir. Amma bunların paralellər fərqlidir. Bakı 40 şimaldadır, Samara 53 şimaldadır və ümumiyyətlə nə yadda saxlamaq lazımdır? Şimal yarımkürəsi ekvatordan yuxarıdadır. Və biz bilirik ki, paralellər maksimum 90 dərəcəyə qədər nə vara bilir, arta bilir. Bakı daha kiçik olduğu üçün dərəcə olaraq, deməli ekvatora yaxındır. Samara isə dərəcə olaraq daha böyük olduğu üçün hara yaxındır? Təbii ki, qütbə yaxın. Yadda saxlayın. Yəni 53 şimal olan Samaradır. Yəni bura S yazıram, bu nöqtəyə S, yəni söhbət Samaradan gedir. Burada yazıram B. Yadda saxlayaq. Deməli dərəcə torumuzu qurduqdan sonra nə varacaq? Burada yenə deyirəm, dandan şəkilçisinə fikir verirəm. Samaranın Bakıdan hansı istiqamətdə? İstiqamət deyəndə hərfə baxıram, azimut deyəndə rəqəmə. Bakıdan baxanda Samara təbii ki, yuxarıdadır. Yəni şimal istiqamət. Şimal istiqamət deyir. Yenə deyirəm, azimut desə dərəcəyə baxıram. İndi isə baxıram. Bakının isə Samaradan, bu dəfə Samaradan baxanda görürəm ki, Bakı hardadır? Təbii ki, azimut deyilsin aşağıda, yəni 180 dərəcəli azimut. Yəni cavabım olur şimal və 180. 55. 53 tipi sualın eynisidir. Yenə A-dan B-yə fikir versəz, meridian üzərində gəlmişəm. Nə qədər gəlmişəm? Yenə 20 dərəcə edir bu. Bunu ümumiyyətlə birbaşa dərsində yazmaq olar, amma ayrı yazaraq daha başa düşülən olsun. Və B-dən C-yə paralel üzərində gəlmişik. 20-dən 40-a fərqli yarımçı olduğu üçün toplayıram. Eləyir 60 dərəcə. Hərki məsafəmiz təbii ki, bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa. Burada bizə bu dəfə xəritədəki məsafə verib 22.2 sm. Həqiqi məsafəni özümüz tapırıq. Miqyası isə deməli həqiqi məsafəni tapılandan sonra tapmalıyıq. Deməli fikir verək, həqiqi məsafə nə tər tapılır? 20 dərəcə buradan meridianda deməli 1 dərəcəm 111, 20 dərəcəni tapmaq üçün 111 vururam 20-yə 2220. Eyni zamanda ekvatorda 1 dərəcəm 111.3 yuvarlaq 111 götürürəm. 60 dərəcə oldu axı 20-dən 40-a getdim. Fərqli yarımçıya topladım. 60 dərəcə vurdum 111 elədi 6660. Bunları toplayıram. Bu ikisinin cəmi elədi 8880 kilometr. Yenə həqiqi məsafəmiz 8880-dir. Xəttəki məsafəmiz var. Nə armalıyıq? Miqyası tapmalıyıq. Həqiqi məsafə yəni 8880 bərabərdir. Xəritədəki məsafə yəni 22.2 vurulsun miqyasa. Miqyasımız edir təbii ki 400. Arxasına da nə qarmaq lazımdır? Həqiqi məsafəmiz kilometrdən olduğu üçün 5-0 artırmaq lazımdır. Yadda saxlayaq. 56-ya baxıram. Deyir, Tripoli şəhərindən, Tripoli özü verib 32 şimalda yerləşir. Cənub coğrafi qütbünə. Cənub qütbü isə belli ki 90 cənubdadır. Əvvəlcə təbii ki 32-dən 0-a düşək, ekvatora düşək. Cənub qütbü 90 cənubdadır. Bunlar fərqli yarımkürədir şuralar. Fərqli yarımkür olanda ümumiyyətlə toplamaq lazımdır. Arada 122 dərəcə fərq var. Sən də bilirsən ki, şimaldan cənuba, cənubdan şimala meridian üzərində hərəkət edirsən. Meridianda 1 dərəcə 111-dir. Biz buradan bax 1 dərəcənin 111 olduğunu bildik. Yuvarlaq 111, əslində 111 tamamdır. Bir də əksərən məsələlərdə yuvarlaq götürürlər. 122 dərəcəm də x olar. X-im edir təbii ki 13542 kilometr. Yadda saxlayın. Cavabımız olur A variantı. Yenə deyirəm, niyə 111-ə vurdum? Çünki mən aşağıdan yuxarı, yuxarıdan aşağı hərəkət varsa, uşaqlar, bu meridian üzərində hərəkətdir, yadda saxlayaq. 57-ci suala baxaq, 57-ci sualın izahını verək. Deməli, A və B məntəqələr arasındakı məsafə, miqyas gördüm, düsturu yazdım yenə. Yəni fikir verirsiniz, düsturu mən yazmaqdan bezmirəm, siz də bezməyin. Bu tip suallarda fikir verirsiniz, 2 dənə xəttəki məsafə var. Ona görə birinci nöqtə və ya birinci vergüllər kimi bir həll edin. Ondan sonra ikincisiyə baxa bilərsiniz. Miqyasın 1 bölünsün 450 mindir. Və fikir verin, xəritədə, yəni xəritədəki məsafəm isə 8 cm-dir. İlk hissədə bizim həqiqi məsafəmiz yoxdur, sual qoyuram.
Buradan 5-0 siləndə qalır 1 santimetrdə 4,5 kilometr. Yadda saxlayın. Buradan miqyasımız var, xəttəki məsafəmiz var, həqiqi məsafəni tapmalıyam. Həqiqi məsafəni tapmaq üçün düstura əsasən xəttəki məsafəni vururam miqyasa. Həqiqi məsafə bərabərdir xəttədəki məsafə, yəni 8 vurulsun miqyas, yəni 4,5. Bu edir 36 kilometr. Həqiqi məsafəm var ilk hissədən. İndi ikinci hissədən də saat digər xəritədəki məsafə 12 santimetrdir. İndi də həqiqi məsafəm var, xəttəki məsafəm var. Nəyi tapmalıyam? Miqyası tapmalıyam. Yenə hərəsini öz yerinə qoymaq qalır. Həqiqi məsafə, yəni 36 bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa. Miqyası nə eləyir? Təbii ki 3 kilometr. Və həqiqi məsafəm kilometrdən olduğu üçün arxasına nə alıram? 5-0 artırıram. Bizə nə istəyir? Miqyasına görə hansı xəritəyə aiddir? 1 bölünsün 300 min aldıq biz. 300 min də bildik ki 200 min 1 milyon aralığına düşdüyü üçün orta miqyas hesab olunur. Yadda saxlayaq. Daha sonra 58 ilə davam edir uşaqlar. 58-də nədir? Deməli, ekvator deyir uşaqlar. Ekvator xəttimi çəkirəm. Yəni 0-ı çəkdim. 180 100 dərəcə şərq uzunluğu deyir. 100 şərq deyirsə, bu deməli Greenwich'in sağındadır. 100 şərq uzunluğu. 180-ləri qeyd edək. 180-lər deyirəm, amma söhbət təbii ki, burada eyni ərazidirsə, eyni ərazidən gedir də, yəni yer sadəcə kürə formasındadır. Bu 180-dir. Deməli, 100 şərq uzunluğu və ekvatorun kəsişməsi bu A nöqtəsindən şərqə doğru hərəkət edib 8991 kilometr. Ekvator üzərində 1 dərəcənin 111,3-dür. Biz bunu yuvarlaq 111 kilometr götürdük. 8991 kilometrin isə x dərəcədir. X-in edir 81 dərəcə. Əvvəlcə 100-dən, ümumi sən şərqə doğru 81 dərəcə getməlisən. Əvvəlcə sən təbii ki 100-dən 180-ə qədər gəlməlisən və 180-ə qədər ümumiyyətlə tamamlamalısan da dərəcəni. 100-dən 180 ümumi mən hərəkət eləyərəm 80 dərəcə. Çünki 100-dən 180-ə 80 dərəcə var axı. Yəni 81 dərəcənin 80 dərəcəsini mən 100-dən 180-ə qədər gəldim. Qaldı burada 1 dərəcə. Qalan 1 dərəcəni də təbii ki yer kürə formasında olduğu üçün keçirəm artıq qərb yarım kürəsinə və 1 dərəcə, qalan 1 dərəcəni də buradan belə gedəndə çatıram 179 qərb uzunluğu və ekvatorum da dəyişmir. Yəni 0 dərəcəli paralel, yəni ekvator və 179 qərb uzunluğu. 59-a baxıram. Bakı deyirsə Bakının koordinatlarını təbii ki qurmaq lazımdır. Bakı şəhəri bilirik ki 40 şimal və 50 şərq uzunluğunda yerləşir. 40 şimal enliyi və 50 şərq uzunluğunda yerləşdir Bakı şəhəri. Bakıdan cənuba doğru hərəkət edib ümumiyyətlə aşağı doğru gəlmişik Bakıdan. Və nə qədər gəlib? 7881 kilometr gəlib. Çox uşaq Bakı deyirdi, yəni avtomatik alınan 85,4 gəlir. Xeyr, bu cənuba doğru gəlib axı. Yəni 180 azimutla gəlib. Deməli sən meridian üzərində hərəkət edirsən və sən burada 111 ilə getməlisən. Yadda saxla. Burada ekvatorumuz olsun. Yəni ümumilikdə 7881 cənuba gəlib. 1 dərəcəm 111 dirsə, 111 kilometrdirsə, 7881 kilometr neçə dərəcə olar? X dərəcə olar. Ümumiyyətlə tənasüblərdə dərəcənin metrin altından yazın həmişə. X-in eli 71 dərəcə. 7881-i tənasüblərdə çalçarpaz vurduğumuzu 111-ə böldüm. Yəni sən 40 şimaldan 71 cənuba gəlməsən. Təbii ki, hara gəlib çatırsan? 31 cənub enliyinə. 40-dan 0-a 71-in 40 dərəcəsini gələrsən, qalan 31-ində yenə deyirəm aşağı düşərsən də çatarsan 31 cənub enliyinə. 50 şərqin isə dəyişmir. Çatırsan bax bu B məntəqəsi nə? Məntəqənin kəsişməsi har oldu 31 cənub enliyi, 50 şərq uzunluğu. Hardadır? B variantında. 60. Sxemə əsasən ABC xətti üzrə bayaqki tip suallardandır. A-dan B-yə, B-dən C-yə getməlisən. A-dan B-yə fikir versən, nəyin üzərində gedirsən? Bizdə deyək bu silək. A-dan B-yə fikir versəz yenə deyirəm, nəyin üzərində gedirsən? A-dan B-yə meridian üzərində.
Düşürsən 20-dən 0-a, yəni buradan bura 20 dərəcə gəlibsən sən. Və sən bilirsən ki, 1 dərəcə, yəni miqyas məsələsidir da, yəni yenə miqyas düsturunu yazaq uşaqlar. Və sənə burada 5-0 siləndə miqyas verir, baxın 400 qalır. Miqyasın 400-dür. Həqiqi məsafəni taparsan özün. Sonra da yerinə qoyub xəttəki məsafəni tapmaq qalır. Buradan bura 20 dərəcədir. 20 dərəcə meydan üzərində 1 dərəcəm 111, 20 dərəcəm belədir 2220 kilometr. Bir bunu belə alıram. Bir də fikir ver. B-dən C-yə gedibdir bu. B-dən C-yə 30 qərbdən 30 şərqə gedirsən. Əvvəlcə 30-dan 0-a 1:30 dərəcə, 0-dan 30-a da 1:30 dərəcə. Yəni ümumilikdə gedibsən 60 dərəcə. Və hansı paralel üzərinə gəlirsən 0 dərəcə paralel. Yəni ekvator. Ekvatorda da yenə 1 dərəcəm 111.3-dür. Amma yuvarlaq 111 götürürəm təbii ki bunda. Ümumi nə qədər getdim 60 dərəcə. 60 dərəcəm də x. Deməli vururam 111-ə. 1 dərəcəm 111, 60 dərəcəmdə təbii ki eləyir 6660 kilometr. Bu ikisini toplayıram edir 8880 kilometr. Bu sənin yenə deyirəm olur həqiqi məsafən. Miqyasın 400-dür. Xəritədəki məsafəni isə tapmaq qalır. Hərəsini öz yerinə qoyuram. 8880 bərabərdir. Deməli miqyas var 400, amma yenə deyirəm xəritədəki məsafə yoxdur. Bu da təbii ki 8880-i 400-ə böləndə qalar 22.2. Yadda saxlayın. Yəni cavabımız olur B variantı. 61 eyni tip sualdır. Burada da yenə deyirəm nə veribdir? Xəritədəki məsafəni, həqiqi məsafəni sən tapırsan və sonra da miqyas taparsan. A-dan B-yə yenə bax 20-dən düşürsən 0-a 20 dərəcə gəlirsən. B-dən Z-yə gedibsən 20-dən 60-a 60 dərəcə. Nə verib? 44.4. Bu nəyin üzərindədir? Xəritə üzərində. Miqyas düsturunu yenə yazıram. Həqiqi məsafə bərabərdir xəritədəki məsafə vurulsun miqyasa. Xəritədəki məsafə 44.4 cm-dir. Həqiqi məsafəni tapmaq üçün sən nə ararıq? Əvvəlcə 20 dərəcəni vururam. Eyni tip suallar 111-ə 2220. Daha sonra 60 dərəcəni vururam. 111-ə 6660. Və bu elədir 8880. Həqiqi məsafəm 8880. Xəritədəki məsafəm 44.4. Bizim miqyasımız yoxdur. Hansı ki bizdən elə miqyası istəyir. Miqyas deyir müəyyən elə. Yerinə qoyma qalır hərəsini öz yerinə. Həqiqi məsafə 8880 bərabərdir. Xəritədəki məsafə 44.4 vurulsun M-ə, yəni miqyasa. M edir uşaqlar buradan deməli 20 200 eləyir əstəğfurullah. Dəqiq hesablayaq. Deməli 8880-i bölürəm 44.4-ə 200 eləyir bəli. Və 200 arxasına 5-0. Hətta saxladıq, cavabımız olur D variantı. Gəldi 62-ci suala. 62. Bax fikir verdi suallar. Burada mən A-dan B-yə 111-dən getdim, B-dən C-yə. Niyə? A-dan B-yə meridiandır. Ümumiyyətlə şimaldan cənuba, cənubdan şimala həmişə meridian üzərində getdiyim üçün bu dəyişilməz qalır 111-dir. Amma B-dən C-yə məsələn bura 0 yox 40 dərəcə paralel olsa, mən 111-lə yox 85.4-lə gedərdim. Amma 0 olduğu üçün yenə 111-lə gedirəm. Hansı ki bu 62-ci sual həmin o dediyim 40 dərəcə paralellə bağlıdır. Deməli, Bakı şəhər deyir. Bakının koordinatlarını təbii ki quraq. 40 şimalla 50 şərqin kəsişməsidir Bakı şəhəri. Bakıdan 270 azimut deyirsə, 270 azimut təbii ki aradır qərbə tərəf. İndi bax, Bakı ümumiyyətlə biz bilirik ki, Qrimviçin sağı şərq yarımkürəsidir, solu qərb. Və Qrimviçdən həm qərbə, həm şərqə doğru meridianlar maksimum 180-ə qədər nə ara bilər? Arta bilər. Bunu yadda saxladım. Daha sonra nə var uşaqlar? Deyir ki, bax Bakıdan 270 azimutla. Bakıdan 270 azimut Bakıdan soladır. Yəni qərb tərəfdir də. 4270 km hərəkət edirsən. 4270. Sən də bilirsən ki, 1 dərəcən 40 dərəcəli paraleldə 85.4-dür. Ümumiyyətlə mən hardan bilirəm paralel üzərində hərəkət edirəm? Şərqdən qərbə, qərbdən şərqə hərəkət edirəndə fikir ver qərbə doğru gedirsən. Amma 0 və ya 180 azimutla, yəni şimal və ya cənuba gedəndə bu paralel yox, meridian üzərində hərəkətdir. Bax bunu yaddan çıxartmayın.
Deməli, 40 dərəcəli parallelə 4270 gedəndə 1 dərəcədən 85.4-dür. 4270-in də kilometr olduğu üçün kilometrin altına yazıram da burada. X dərəcədir. Yəni mən buradan nə qalıram? Çalsarpaz vururam. 4270-i bölürəm 85.4-ə. Bu eləyir deməli 50 dərəcə. Yəni sən 50 şərqdəsən, 50 dərəcədə getdin qərbə. Yəni 4270 kilometrə çevirdim. Təbii ki, ora çataram, Qrinviçə çataram. Çünki sıfıra doğru getdiyim üçün azaldıram. Çatıram bax bu kəsişməyə, yəni bu A nöqtəsinə. Kəsişmə hara oldu? Qırx şimalım dəyişilməz olaraq qaldı. Amma gəlib çatdım buradan bura, yəni başlanğıc meridianımız Qrinviçə. Bu da hardadır? 40 şimal və deməli 0 dərəcəli meridian A variantı. 63 isə bunun əksidir olar. Burada yenə eyni şeydir. Yəni ikisində də 4270 gedirsən də. Yəni bu da 50 dərəcə eləyir, bu da eyni şeydir. 50 dərəcə. Amma bu dəfə Bakıdan 270 yox, Bakının tam əksi ilə gedirsən. Yəni 90 azından. Bu dəfə də 180 doğru getdiyin üçün toplanmalısan. Bu dəfə çatarsan 100 şərq uzunluğuna. Və 40 şimalında dəyişilməz olaraq qaldı. Yəni cavabım olur Y variantı, yadda saxlayaq. Daha sonra 64-ü deyək uşaqlar. Ekvator üzərində yerləşir deməli 2 dənə A və B məntəqələri. 2 dənə məntəqə qeyd elədim. A məntəqəsi və B məntəqəsi. Və aralarında coğrafi uzunluq fərqi 40 dərəcə olan. Yəni bu iki məntəqə arasında 40 dərəcə meridian fərqi var. Aha, biz burada nə ara bilərik uşaqlar? Bax miqyas deyir də, miqyas verib 44 milyon 400 min. 5 sıfır siləndə nə qaldı? 444. Yəni mənim miqyasım 444 kilometrdir. 40 dərəcəyə əsasən mən həqiqi məsafəni də ala bilərəm. Niyə? Nə tər ala bilirəm? Fikir verin. Ekvatorda 1 dərəcəm 111 kilometr. 40 dərəcə x kilometr. X-in eləyir 4440 kilometr. Həqiqi məsafəm var, miqyasım var. Nəyim yoxdur? Xəritədəki məsafəm yoxdur. Elə bizdən də onu istəyir. Həqiqi məsafə, yəni 4440 bərabərdir. Xəritədəki məsafə, yəni daha doğrusu xəritədəki məsafəni verməyibdir. Vurulsun miqyasa, yəni 444-də. Bu da təbii ki eləyər 10 sm. Cavabımız olur Y variantı. 65-i yazaq uşaqlar. Azərbaycanın xəritəsində eyni meridian üzərində yerləşir. Deməli, eyni meridian üzərində yerləşir. 38 və 41 şimaldır. 38 və 41 şimaldır və 38 ekvatora yaxın rəqəm olduğu üçün aşağıdan yazıram. Yuxarı doğru artıraq rəqəmlər. Və 41 şimalda ondan yuxarı yazıram. Qutba doğru rəqəmlər böyüdükcə böyük rəqəm yuxarıda olmalıdır. Bu şimal yarımkürəsində belədir təbii ki. Aralarında bax, eyni yarımkürədir. Çıxıram. 3 dərəcə fərq var. 3-ü vururam 111-ə. Çünki meridianda 1 dərəcəm 111, 3 dərəcəm bilir avtomatik 333 kilometr. Bu 333 kilometr bizim yenə həqiqi məsafəmiz olur. Bizə 66.6 xəttdəki məsafəni verib. Miqyasını ağarmalısan, tapmalısan. Təbii ki, hərəsini öz yerinə qoymaq qalır. 333 yəni həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə yəni 66.6 vurulsun M-ə. M yəni miqyas bərabərdir 5-ə. Bu eləyir, yenə deyirəm, 5 kilometr. Niyə bura kilometr yazdım? Metrdə yaza bilərəm. Çünki həqiqi məsafən kilometrləndir. Və kilometr olduğu üçün 5-in arxasına nə qarıram? 5 dənə 0 artırıram. Cavabım olur təbii ki A variantı. Daha sonra 66-cı sualına davam edək. Uşaqlar, bax 66-cı sualın məzmunu nədir? Biz bilirik ki, 1 dərəcəli meridian qövsümüz 111 kilometrdir. Əslində 111.1 yuvarlaq 111 yazıram. Və 0.5 dərəcəli meridian qövsünü heç eləyər. Bu da təbii ki 111-in yarısı eləyər də, yəni 55.5 kilometr eləyər. Tənasübdə çalsarpaz vururuq. 0.5 vururam 111-ə. Burada bu bizim həqiqi məsafəmiz olar. Plus bizə miqyas verir. Miqyasdan 5 sıfır siləndə qalır 30. 30 deməli kilometr. Miqyas var. Yenə deyirəm, bu 55.5 də mənim həqiqi məsafəmdir. Bizim xəritədəki məsafəmiz yoxdur. Hər ikisini öz yerinə qoymaq qalır. Miqyas düsturunu yenə yazırıq. Həqiqi məsafəmiz yəni 55.5 bərabərdir. Xəritədəki məsafə yəni
Bu yoxdur daha doğrusu. Vurulsun miqyasa, yəni 30-a. Xəritədəş məsafə də bərabərdir. 55.5 30-a böləndə qalır A variantı. Yəni 1,85 demək santimetr. 67 bunun təbii ki oxşarıdır. Yenə 1 dərəcəlik meridian qövsü 111 kilometrdirsə, 0,5 dərəcəlik meridian qövsüm x-dir. X-in yenə eləyir 55,5 kilometr. Bu sənin hərəkət məsafən oldu. Burada fikir ver. 4 0 var. Mən ümumiyyətlə bunu nə tər çıxarda bilərəm? Gəlin burada yazaq. Miqyasımız deməli verir 1 bölsün 250 min. Biz burada normalda sıfıran sayazı olanda ikisini çıxardırıq, amma burada biz 2,5 kimi çıxarda bilərik də. 1 santimetrdə 2,5 kilometr. Hərəkət məsafəm 55,5, xəritədəki məsafəm 2,5. Bizə nəyi tapmaq qalır? Təbii ki, xəritədəki məsafəni tapmaq qalır. Burada deməli hərəkət məsafə yəni 55,5 bərabərdir. Xəritədəki məsafə vurulsun nəyə? Miqyasa, yəni 2,5-ə. Sən də 55,5-i böləndə demək 2,5-ə alırsan 22,2 santimetr. Yəni xəritədəki məsafən bərabərdir 22,2 santimetrə. Cavabımız olur D variantı. 68-ə baxırıq uşaqlar. 68-ə bu tip sualları işləməyin ən rahat qaydası. Birinci məntəqənin koordinatlarını müəyyən elə. Fikir ver, gör. A məntəqəsi uşaqlar ekvatorla Greenwich'in, yəni 0 ilə 0-ın kəsişməsidir. Qeyd eləyək onda bunu. Deməli, A məntəqəsi harda oldu? 0 dərəcəli ekvator paralelindən 0 dərəcəli Greenwich meridianın kəsməsi. Söhbət A məntəqəsi, yəni bu Qvineya körfəzindən gedir. A nöqtəsindən hərəkət edən gəmi əvvəlcə 270 azimutla, yəni qərbə doğru hərəkət edibdir. Qərbə doğru hərəkət edib və 3330 kilometr gəlibdir. Sən də bilirsən ki, ekvatorda 1 dərəcə 111-dir, 3330-un da olar. Təbii ki, x dərəcə. X-in eləyir 30 dərəcə. 0-dan 30 dərəcə qərbə gedəndə sola. Təbii ki, çatıram elə 30 dərəcə qərb uzunluğuna. Bax, bura çatdım, bu nöqtəyə çatdım. Buradan da təzədən fikir ver. Yazılıbdır 0 azimutla, yəni şimala doğru hərəkət edib. Nə qədər gedib? 6660. Meridianda da yenə 1 dərəcəm 111,1-dir. Yuvarlaq 111 kilometr yazıram. 6660-ın da təbii ki eləyər x dərəcə. X-in elədi buradan 60 dərəcə. 0-dan 60 dərəcə yuxarı qalxanda da elə çataram 60 şimal enliyinə. Yəni mənim məntəqəmin kəsişməsi oldu. Bu B nöqtəsi, yəni 30 qərblə 60 şimalın kəsişməsi. 30 qərb 60 şimal, yəni cavabımız oldu. Təbii ki demək D variantı yadda saxlayın. 69-cu sual. Bax bu sualın eynisidir. Yenə deyirəm, bu tip sualı yazanda biz nəyə fikir verdik? Birinci məntəqənin coğrafi koordinatına fikir verdik. Məntəqənin koordinatı 180 dərəcəli meridianla ekvatorun kəsişməsidir. 180 dərəcəli meridianla ekvatorun kəsişməsidir. Qeyd eləyək 0-la, yəni ekvatorun 180 dərəcəli meridianı. Yəni A məntəqəsi buradadır. Əvvəlcə buradan hara gedirsən? 270 azimutla gedirsən. 270 azimut qərbə tərəfdir, yadda saxlayaq. Və ümumiyyətlə bu da olsun Greenwich meridianı. Greenwich'in sağı 180 isə solu şərq yarımkəsdir, yadda saxlayın. Deməli, nə vardıq? 270 azimutla getmişik 3330 kilometr. Və burada nəyə fikir verirəm? Hansı paralel üzərində getmişik? 0 dərəcəli paralel. Buradan önce biz açar sözdür ki, bu 1 dərəcənin 111 kilometrdir. 3330 kilometrim x dərəcədir. X-in elədi 30 dərəcə. 180-dən 30 dərəcə qərbə gedəndə yenə deyirəm 180 solu şərq yarımkəsdir və 0-a doğru getdiyim üçün çıxıram 30 dərəcəni. Çatıram 150 şərq uzunluğuna. Və bu nöqtəyə çatdım. Bu nöqtədən sonra təzədən 0 azimutla da gedirsən, yəni şimala doğru gedirsən, nə qədər? 4440 kilometr. Şimaldan cənuba, cənubdan şimala meridian üzərində hərəkətdir. Meridianın 1 dərəcəsi 111 kilometrdirsə 4440 kilometri x dərəcədir. X-in elədi 40 dərəcə yadda saxlayıram. 0 dərəcəli paraleldən də 40 dərəcə yuxarı qalxanda çatıram təbii ki elə 40 şimal enliyinə. Yəni kəsişmə oldu bax bura B məntəqəsi. 40 şimal və 150 dərəcəlik şərq uzunluğu. O da harda var?
Təbii ki, Y variantında var. Yadda saxlayaq. Daha sonra görək 70-ci sualda nə deyir? 70-ci sual. Bakı deyir. Bakını deyirsə uşaqlar, Bakının koordinatlarını qeyd edirəm. 40 şimalla deməli 50 şərqin kəsişməsi Bakı şəhəridir. Əvvəlcə Bakıdan 180 azimutundan gəlibsən. Yəni cənuba doğru gəlibsən. Yadda saxladım. Nə qədər gəlibsən? 50 dərəcə. Ümumiyyətlə 40 şimaldan ekvatora doğru gəlibsən. 50 dərəcə aşağı düşəndə, bax cənuba doğru 50 dərəcə düşəndə çataram 10 dərəcə cənub enliyinə. 40 şimaldan 50 cənuba düşəndə 10 dərəcə cənub enliyinə çatıram. Bu nə tər alım? Əvvəlcə ümumi 50 dərəcə getməlisən. 40-dan 0-a bu 50-nin 40 dərəcəsini, 0-dan ona da 50-nin 40-ını getirmə hissəsi qaldı onu. Qalan 10-unu gedirəm, çatıram 10 cənuba. Bax, bura çatdım. Buradan təzədən getmişəm hansı tərəfə? 90 azimutla. Yəni getmişəm şərqə tərəf. Çatdığım yerdən şərqə tərəf gedirəm. 90 azimutla nə qədər? 30 dərəcə. 50 şərqdən də 30 dərəcə şərqə gedəndə təbii ki 0-dan, yəni Greenwichdən uzaqlaşdığım üçün toplayıram. Çatıram 80 şərq uzunluğuna. Kəsişməm oldu. Bax bu B nöqtəsi, yəni 10 cənubdan 80 şərqin kəsişməsi cavabım budur. Bir də bizə nə istəyir? Bakının həmin məntəqədən. Bakı bura oldu da, yəni qeyd edək buranı. Bakı oldu 40 şimaldan 50 şərq. Bakının həmin məntəqədən, yəni bu B məntəqəsindən baxanda Bakı hardadır? Yuxarı sol tərəf, yəni şimal, qərb tərəf. Yəni bu şimal qərbi də buradan aldıq, yadda saxlayaq. 71-i yazaq uşaqlar. 71-də görək nə deyir? Yenə eyni tip sualdır. Bakıdan deyirsə, Bakının koordinatlarını qeyd elədim. Bakı 40 şimalla 50 şərqin kəsişməsidir. Bakıdan 270 azimutla. Əvvəlcə Bakıdan, yəni 40 şimaldan getmişəm. Burada bir Bakını qeyd edək uşaqlar. 270 qərbə tərəfdir. 40 dərəcə gedib. Yəni 270 azimutda 40 dərəcə. 50 şərqdən 40 dərəcə qərbə doğru gedəndə 0-a doğru getdiyim üçün çıxaram və çataram 10 dərəcə şərq uzunluğuna. Bax, çatdım bura. Təzədən nə vardır uşaqlar? Daha sonra isə 180 azimutla, yəni cənuba doğru, yəni ekvator xəttinə doğru, 0-a doğru da 30 dərəcə gedibsən. 30 dərəcə getdiyim üçün yenə 0-a doğru getdiyim üçün çıxaram. 40-dan 30 dərəcə aşağı düşəndə yenə çatıram. 10 şimal enliyi. Kəsişmə burada uşaqlar. Bax, bu A nöqtəsi. Əvvəlcə 10 şərq, sonra 10 şimal. Hardadır? 10 şərq və 10 şimal. D variantında cavabımız birbaşa çıxır. Bir də nə deyir bizdən? Onun Bakıdan baxanda həmin A məntəqəsi aşağı sol tərəf, yəni cənub qərbdədir. Yəni bu cənub qərbdə biz belə alırıq. 72-yə baxıram. Deməli 25-36 şimal enliyi, 25-36 şimal enliyi bax təqribən 25-20 ilə 30-un arasıdır. 36-da, bu yəni biraz bunu yaxınlaşdıraq. Bax, fikir verin uşaqlar. Aha. Deməli təzədən deyək. Bax 25 yenə dedim. 25 20 ilə 30-un arasıdır. 36 isə 30 ilə 40-ın arasıdır. Bu ikisindən çəkilən xətlər həm 1 ilə 2-ni görər, həm də 3 ilə 4-ü görər. 25-36-ya görə biz heç nə çıxarda bilmirik. Amma 45-56 uşaqlar, fikir ver, 45-56, daha doğrusu 46-56. 45 ilə 60-ın aralığına düşür. 46-56 təqribən bu aralıqdadır. Bu iki aralığa düşür. Bu isə yalnız 2 ilə 4-ü görür. Yəni 1-3-ü görmür. Bu da deyir ki, koordinatlar, coğrafi koordinatlar sxemdə hansı sahələrə düşər? Yəni 2 ilə 4-ə düşər. 46-56-ya görə. Cavabımız olur D variantı. Eyni tip sual, bax, o birisi sualdır, növbəti sualdır. 25-36 cənub enliyi. 25-20 ilə 30-un arasıdır, 36 30 ilə 40-ın arasıdır. Burada həm 1-i, həm 2-ni, həm 3-ü, həm 4-ü
görür. Amma 46-56-ya fikir versəz, bu ancaq buradadır bax. 46-56, 45-in soluna, 60-ın ise sağına düşür bu rəqəm aralığı. O da ancaq 1 ilə 3-ə düşür. Yəni 2-ni 4-ü görmür. Bir 3 arada var, B variantı. Daha sonra qeyd edək 74-cü sualı. Ekvator üzərində olan, ekvator deyirsə, ekvator xəttimi çəkdim. Olan A məntəqəsi 30 qərb uzunluğundadır. A məntəqəsi deməli Greenwich'dən solda, yəni 30 qərb uzunluğundadır. Bura A məntəqəsi oldu. B məntəqəsi isə A'dan 5883 km şərqdə. A'dan şərqdədir, sağda yəni. Nə qədər? 5883. Sən bu ekvator üzərində olduğu üçün bu məntəqə bilirsən ki, sən 1 dərəcəni 111 ilə götürməlisən. 5883 də x olar. Yəni 111'i burada biz, daha doğrusu 5883'ü bölürük 111'e. Bu eləyir 53 dərəcə. İndi 30 qərbdən 53 şərqə get. Təbii ki 30-dan 0-a 53-ün 30'unu gedərsən, qalan 23'ünü də gedərsən 0-dan 30'a, 0-dan şərqə doğru. Çatırsan 23 şərq uzunluğuna. 23'ü belə aldım. Daha sonra deyir ki, C məntəqəsi isə A'dan bu dəfə qərbdədir. Nə qədər qərbdə? Deməli 6882 qərbdə. 6882. Sən yenə 1 dərəcəni ekvator üzərində hərəkət etsən axı. 1 dərəcəni 111, 6882 də x dərəcədir. X-i tapmaq üçün təbii ki burada nə varsan? 6882-ni bölürsən 111'e, bu edir 62 dərəcə. 30 qərbdən 62 sola doğru getdiyin üçün, Greenwich'dən uzaqlaşdığın üçün təbii ki burada toplamalısan. 62 dərəcə toplayanda 6882 62 dərəcə ilə daxı çatırsan 92 qərb uzunluğuna. Deməli 23 şərq uzunluğuna düşən A məntəqəsi oldu. Daha doğrusu B məntəqəsi. A'dan sağda. A'dan solda, yəni 92 qərb uzunluğuna düşən C məntəqəsi oldu. Müvafiq olaraq istəyir yəqin ki bizdən. B 23 qərb, daha doğrusu 23 şərq, C isə 92 qərb oldu. C variantı. Məsələn, B-də bunun əksini veriblər. Çalışmaq lazımdır. Biraz bu tip suallarda diqqətli işləyək. Daha sonra digər sualımız, yəni 75-ci sualımız gəlsin. Fikir verici olar. Eyni meridian üzərində olan ABC məntəqələri. Biz buradan bildik ki, ABC məntəqələri eyni meridian üzərindədir. Məntəqələrindən A 40 şimaldadır. A 40 şimala düşür. Bu A oldu. B nöqtəsi ondan 3885 km şimalda. B A'dan yuxarıda şimaldadır. Nə qədər? 3885. Burada olsun B nöqtəsi. C isə A'dan, yəni buradan cənubdadır. Nə qədər cənubda? 1665 km. C də A'dan aşağıda oldu. Burada olsun C nöqtəsi. Bizdən B və C-nin düşdüyü müvafiq enlikləri, yəni paralellər istəyir. Enliyin digər paraleldir. Təbii ki, şimaldan cənuba, cənubdan şimala meridian üzərində hərəkətdir. 1 dərəcə 111 kilometr 3885 kilometrində x dərəcə edir. Sən buradan əvvəlcə B məntəqəsinin paralelini tapmaq üçün 3885-i bölürsən 111-ə edir bu 35 dərəcə və 40 şimaldan 35 dərəcə şimala qalxanda qütbə doğru getdiyin üçün toplayırsan, çatırsan 75 şimala. Yəni biz buradan yenə yuxarı qalxdıq. Nə qədər qalxdıq? 35 dərəcə qalxdıq. Çatdıq 75 şimala. B məntəqəsi oldu 75 şimalda. A da təbii ki aşağıdadır. 1 dərəcəm 111 yenə, 1665-in də x dərəcə. Bu deyir təbii ki 15 dərəcə. Deməli C də A'dan 15 dərəcə cənubda. Aşağı doğru getdiyin üçün çıxırsa, bu deyir 25 şimal enliyi.
B və C-nin koordinatları 75 və 25 şimal enlikləri söhbət oldu. Deməli, B variantı. Daha sonra bizə nə deyir? Silindrik proyeksiya deyir. Deməli, silindrik proyeksiya tərtib edilmiş dünyanın siyasi xəritəsində daha az tərifə məruz qalan ərazilər göstərin. Təbii ki, burada silindrik proyeksiya ekvator boyu ərazilər üçün xarakterikdir. Ekvatora yaxın olan ərazilər götürmək lazımdır burada. Təbii ki, birincidə 55-65 cənub enliyi aralarını verib. Bu daha çox konus proyeksiyasından çəkilər. 2 ola bilər. 3 yenə daha çox konusa uyğun gəlir, orta enliklərdir. 4 daha çox azimutal proyeksiyadır. Bir də 5-i götürürəm mən buradan. Çünki bu da yenə sıfıra yaxındır. Burada yuxarıya fikir verməyin, o medianlardır. Sağa fikir verin, paralellərə baxın, sıfıra yaxın olan götürün. Yəni cavabım oldu 2 və 5. Yadda saxlayaq. 76-dan sonra uşaqlar. 77. Miqyası 20 milyon olan dünyanın siyasi xəritəsi silindrik proyeksiya ilə tərtib olmuşdur. Verilən sxemlərə əsasən həmin xəritədə daha çox tərifə. Məsələn, silindrik proyeksiya deyirsə bu silindrik proyeksiya bilir ki, ekvator boyu ərazilərdə tərifi miqdarı az. Qütbə yaxın olan ərazilərdə isə tərifi miqdarı çox olur. Çox tərif deyirsə qütbə yaxın olan məntəqələri götürmək lazımdır. Burada da təbii ki, ən yaxın olan məntəqələr 90-a, bir 4-dür, bir də ki, təbii ki, 3-dür. Yəni 65-55 şimal enlikləri, 75-85 cənub enlikləri. Ümumiyyətlə fikir ver, bir də bunu şimal cənubu hardan bilirik? Bax fikir ver, burada yuxarı doğru, bir dəqiqə. Hə. Burada uşaqlar yuxarı doğru. Aha, dayan. Yuxarı doğru artdı bu hissədə. Burada isə aşağı doğru artdı. Yuxarı doğru artırsa şimali yarımkürəsidir. Aşağı doğru artırsa ümumiyyətlə cənub yarımkürəsidir. Yadda saxlayaq. Yəni düzgün cavabımız nə oldu uşaqlar? Düzgün cavabımız oldu. Deməli 2-5. O da əstəğfirullah 3-4. 3-4. O da hardadır? Y variantıdır. 78-ə baxıram. Miqyası 100 min olan xəritə üçün səciyyəvi olmayan deyir. Ha bax, yadda saxlayaq görək olmayan nədir? Bu 100 min böyük miqyasdır. Böyük miqyasda ərazi kiçik olur, dəqiqliyi çox olur, tərifi miqdarı az olur. Generalizasiya ərazi kiçik olduğu üçün az olur, yadda saxlayın. Nisbətən dəqiq ölçü işləri aparmaq mümkündür. Bəli, 100 min kiçik ərazi olduğu üçün dəqiq ölçü işləri aparmaq mümkündür. Bu düzgün ifadələr çıxıram, bizə səhv lazımdır. Generalizasiya deyir çox olar. Təbii ki, çox olmaz, az olar. Çünki ərazi kiçik olduğu üçün generalizasiya da az olar. Çini götürdüm səhv olduğu üçün. Daha böyük ərazilər, böyük ərazi yox, kiçik ərazi oldu. Təriflər nisbətən az olur. Təhriflər təbii ki, az olar. Düzgünü deyə götürmürəm. Materik okeanların xəritəsi burada tərtib oluna bilməz. Materik okeanlar ərazilər böyük olduğu üçün kiçik miqyasda tərtib olunur. Bu da səhvdir, götürdüm. Horizontallar ola bilər təbii ki, bu da mümkündür. Deməli cavabımız oldu 2, 3, 5 A variantı. Daha sonra davam edək uşaqlar. Daha sonra görək 79-da nə deyir? Ekvator üzərində 170 qərb uzunluğundan. Burada 180 məsələsinə oxşuyur bu. Qeyd edək, ekvatorumuzu çəkdik, yəni sıfırımızı. Greenwich'imizi çəkdik. 180'lərimizi çəkdik. Bir dəqiqə bunu silim. 170 qərb uzunluğu uşaqlar. Greenwich'in solundadır. Buradadır. Burada deməli 7992 km qərbə getmişəm. Deməli buradan biz qərbə getmişik. Bax ekvator üzərindən. Burada deyək A məntəqəsi olsun. Bu məntəqədən qərbə getmişik. Nə qədər? 7992. Sən də bilirsən ki, ekvatorda 1 dərəcə 111-dir. 7992 kilometrin də x dərəcədir. Bu eləyər, təbii ki, bu bir dəqiq hesablayaq. 7992-ni böləndə 111-ə qalır, təbii ki, 72 dərəcə. Bu elədir 72 dərəcə. Sən ümumilikdə, yəni 72 dərəcə hərəkət eləməlisən. Əvvəlcə 170-dən 180-ə qədər bu 72-nin neçəsini gedərəm. 170-dən 180-ə bilirsən ki, 10 dərəcə var. 72-nin 10 dərəcəsini getdim. Qaldı 62 dərəcəsi. Qalanını da yer külə formasında olduğu zaman buradan gedim. Təbii ki, buradan çıxaram. Qalan o 62 dərəcəni də burada hərəkət edirəm. Yəni 180-dən 62 dərəcə
qərbə doğru, yəni sola doğru gəlsəm çataram, təbii ki azaldaram, 180-ə çıxaram bunu. 100 deməli 18, amma mən qərbdən keçdim şərqə, şərq uzunluğuna və sıfırın da dəyişilməz olaraq qalır. Çatdıq bu B məntəqəsinə. Yəni 0 və 118 şərq uzunluğu. Sıfırımız da bilir ki, ekvatordur da, təbii ki söhbət bundan gedir. 80-ci suala baxıram. Deyir 1/500 minlik xəritədə 0.5 dərəcəli meridian qövsü. Yenə bayaq bu tip suallar işlədik deyək. 1 dərəcəli meridian qövsüm 111-dirsə, 0.5 dərəcəli meridian qövsüm bunun yarısı olar. Yəni 55.5 kilometr olar. 55.5 kilometr sənin burada həqiqi məsafəndir. Plussa veribdir miqyas. Miqyasdan 5 0 siləndə elə qalır 5. Yəni miqyasım da bərabərdir 5-ə. Bizim nəyimiz yoxdur? Bax, həqiqi məsafəm var. 55.5 kilometr. Miqyasım var, xəritədəki məsafəm yoxdur. Həqiqi məsafə, yəni 55.5 bərabərdir. Xəritədəki məsafə yoxdur, vurulsun. Onu tapmalıyıq miqyasa. Miqyasım da təbii ki eləyir. 55.5-i böləndə 5-ə, yəni 11.1 qalar. Yadda saxlayaq. Yəni cavabımız olur Y variantı uşaqlar. 81-dən davam eləyək. Görək 81-də nə deyir? Deməli 1 bölünsün 500 min 5 milyon miqyaslı xəritədə. Bax eyni tip sualdır yenə. 80 tipli sualdır. 1 dərəcəlik meridian qövsüm 111 kilometrdirsə, burada fikir versəz 2.5 dərəcə deyir. 2.5 dərəcəlik meridian qövsüm neçədir? X. Nə varam? 111-i vururam. Təbii ki 2.5-ə. Bu eləyir uşaqlar 277,5 kilometr. Bu mənim yenə deyirəm düsturda nəyim oldu? Miqyas düsturunda bu bizim oldu. Bax bu 277.5. Həqiqi məsafəmiz. Plus sağa verib miqyas. 1 bölünsün 5 milyon. Bundan da birbaşa yazıram. 5 0 siləndə qalır 50. Yəni sənin miqyasın da 50 kilometrdir. Həqiqi məsafəm 277.5, miqyas 50, nəyin yoxdur? Təbii ki, xəritədəki məsafən yoxdur. Biz burada nə qalır? Həqiqi məsafə, yəni 277.5 bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa, yəni 50-yə. Xəritədəki məsafə də 277.5-i, yəni həqiqi məsafəni böləndə 50-yə eləyir 5,55. Bu da hardadır? B variantında. 82% sualdır. Həll eləyək. Xəritələrdə Avrasiya materikini kəsməyən xətlər deyir. Kəsməyən deyirsə, Greenwich kəsir. Avrasiyanın qərbindən keçir, çıxıram. Ekvator kəsmir, bunu götürürəm. Avrasiya yaxın keçir, amma kəsmir, yadda saxlayın. 180 kəsir, harsa Rusiyanın Avrasiyanın şərqindən kəsir. Cənub tropiki kəsmir, götürürəm. Şimal tropiki kəsir, çıxıram. Cənub qütbləri təbii ki kəsmir, götürürəm. Cavabım oldu 2, 4 və 5. Cavabımız B variantı. Xəritələrdə Afrika materikini kəsən xətlər. Təbii ki, kəsən deyirsə Greenwich kəsər, düzgündür bir. Cənub qütbləri kəsməz, o Antarktida sahillərindədir. Şimal qütbləri kəsməz, o 66.5 şimal qütbünə yaxındır. Cənub tropiki kəsər, şimal tropiki kəsər. 180 isə kəsməz. 2, 4, 5 sənin yenə burada. Yoxdan görüm. Biz nələr götürdük? Afrika materiki. Cənub qütblərini götürməliyik, əstəğfurullah. 1-i götürdük, 4-ü götürdük, 5-i götürdük. Yəni C variantı. 80. 3 tipli suallarla davam edək. Görək 83-də qabağımıza nə çıxır. Aha, miqyas məsələsi uşaqlar. Həll eləyək bunu. Bu tip suallarda birinci nöqtəyə qədər bir həll eləyirəm, sonra ikinci nöqtəyə baxıram. Düsturu yazdıq. Həqiqi məsafəmiz bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa. İlk hissədən baxanda görürəm ki 5 sıfırım var. Miqyas veribdir. 5 sıfır siləndə qalır. Miqyasımız 500 kilometr. Çünki 5 sıfır sildim. Düz birinci xəritədəki məsafə 82 santimetrdir. Yəni xəritədəki məsafə nə oldu? 82 santimetr. İlk hissədən sənin nəyin yoxdur? Təbii ki, həqiqi məsafən yoxdur. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni vurmalısan nəyə? Miqyasa. Bu da təbii ki, eləməlidir 41.000. 41.000 kilometr. Bu sənin həqiqi məsafəndə, arxasındakı sıfırlar səni çaşdırmasın ki, bunu miqyas götürəsən. Plus ikinci hissədə sənin xəritədəki məsafən 205 santimetrdir. Xəritədəki məsafən 205 santimetrdir. Bax, həqiqi məsafəni özün tapdın. Xəritədəki məsafən də 205-dir. Nəyin yoxdur?
miqyasın hərəsini öz yerinə qoymaq qalır. 41.000 bərabərdir 205 vurulsun miqyasa. Sən 41.000-i 205-ə bölməlisən. Bölsün 205 eyni 2000. Yadda saxlayın. 2000 dayan, görək biz harda səhv elədik. Yox, dayan bizə dəqiqə. 2000 yox, 200 eləyir, hə. Səhvimiz burada. Miqyasım elədi 200 kilometr. 200 arxasından ağarmalıyam. Kilometr olduğu üçün 5-0 artırmalıyam. Bu da təbii ki eləyər A variantı. Niyə 5-0 artırdım? Çünki burada həqiqi məsafəmizi kilometrlə almışıq. Yəni burada 5-0 sildik. Kilometrlə də həqiqi məsafəmiz və miqyasımız. 85 bunun bax yenə eyni tipidir. Birinci buradan nağarıram 500 5-0 siləndə qalır 500. Düsturu yazdım. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas 85 dostlar. 85-ci sual. Deməli miqyasım oldu orada 500. Birinci xəritədəki məsafəm 152-dir. Xəritədəki məsafəm 152-dir. Nəyi tapmalıyam? Həqiqi məsafəni tapmalıyam. Həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafə, yəni 152-ni vururam miqyasa, yəni 500-ə. Buradan həqiqi məsafəmiz neçə eləyər? Bizə dəqiqə. Deməli 152 vurulsun 500. Bu eləyir şuralar 76.000. Həqiqi məsafəmi tapdım mən. İkincisiyə baxanda görürəm ki, bizə veribdir. Xəritədəki məsafə 304 sm. Həqiqi məsafəni özüm tapdım. Xəritədəki məsafəni verib miqyasını tapmalıyam. Bunun üçün nə varmalıyam? Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə, yəni 304 vurulsun miqyasa. Sən 76.000-i nə varmalısan? Bölməlisən 304-ə. Bu eləyir ki, 250 və həqiqi məsafən kilometrlə olduğu üçün miqyasında kilometrləndir. Deməli, arxasına nə varıram? 5-0 artırıram. 250 və arxasına 5-0 və kiçik miqyas olmalıdır. Təbii ki, bu. Çünki 1 milyon söhbəti var. Daha sonra xəritənin coğrafi əsası hesablama olmayan hissədir burada. Amma miqyasda hesablama var. Gedir, bu riyazi əsasdır. Coğrafi koordinatlarda hesablama var, riyazi əsasdır. Dərəcə toru elə koordinat deməkdir. Paralel və meridianlar birləşir, dərəcə torunu yaradır. Sən dərəcə torunu əsasən məntəqənin koordinatlarını müəyyənləşdirsən, burada da hesablama var. Nə qaldı? 1, 2 və relyef, yəni 5. Cavabım olur C variantı. Digərləri dedik, hesablama olduğu üçün riyazi əsasdır. Dünyanın fiziki xəritəsində müəyyən etmək mümkün deyil. Nəyi müəyyən etmək mümkün deyil? Gəlin bir yerdə baxaq. Deməli, məntəqələr arasında yerli vaxt fərqini ola bilər. Çünki orada paralel və meridianlar verilir. Axı meridianlara görə müəyyən etmək olar. Məntəqənin coğrafi koordinatlarını müəyyən etmək olar. Çünki paralel və meridianlar var fiziki xəritədə. Ekvatordan məntəqəyə qədər olan məsafə yenə paralellər olduğu üçün müəyyən etmək olar. Çayların enini və dərinliyi sən hardan müəyyən edə bilərsən? Yəni fiziki xəritəyə baxanda sən onu görə bilirsənmi? Təbii ki, yox. Cərəyanlar görsənir fiziki xəritədə. Yəni cavabımız D variantıdır. 88-ə baxıram. Cədvəldə Azərbaycanın müxtəlif miqyaslı xəritələrində Bakı ilə Astara şəhərləri arasında ən qısa məsafəni santimetrlə verilmişlərdir. Hansı xəritə miqyası böyük olar? Gəlin baxaq şuralar buna da. Ümumiyyətlə bu tip suallarda özündən bir dənə həqiqi məsafə qoyanda daha rahat tapmaq olar. Amma bunun məntiqi qaydasını deyim sizə. Şuralar. Bakı ilə Astara arasında təbii ki, müəyyən bir məsafə var. Məsələn, özümüzdən deyək, 200 kilometrlik deyək ki, məsafə var. Təqribən. Bu sənin həqiqi məsafəndir. Və ayrı-ayrılıqda, yəni niyə deyirəm, Bakı ilə Astara arasında məsafəni bilməsən belə, istənilən özündən rəqəm qoy, 500 qoy, 1000 qoy. Təqribən 200 kilometrlik məsafə var. Düsturumu yazıram əvvəlcə. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa. Həqiqi məsafən 200-dür. 200 kilometrdir. Bu sənin həqiqi məsafən oldu. Və sağ deyir ki, burada 5 dənə xəritədəki məsafə verib. Və sağ deyir, hansı xəritənin miqyası böyük olar? Miqyas nə zaman böyük olur? Rəqəm az olanda. Aydın olur mu? Tərs nə idi axı? Sən də 200-ü bunlardan hansına bölsən, bu 5 rəqəmdən hansına bölsən, daha az rəqəm alarsan. Təbii ki, bunlardan ən böyüyünə bölsən, daha az rəqəm alarsan və burada da miqyas böyük olur. Bunlardan da ən böyüyü 2-dir. 2, yəni 32 sm verir. Buna bölsən daha kiçik rəqəm alırsan və kiçik rəqəm böyük miqyas deməkdir axı. Ona görə cavabım burada B variantıdır. Burada məsələn desək miqyas daha böyük yox, kiçik olar. Onda
bunun əksini götürməlisən. Daha kiçik rəqəm burdakılardan daha kiçik rəqəm götürməlisən ki, aldığın ədəd, yəni 200-ə böləndə həmin rəqəmi aldığın ədəd böyük olsun və miqyas da nə zaman kiçik oldu? Rəqəmlər çox olanda, yəni böyük rəqəm olsun. Yəni sualın məntiqi ona görə cavab olur ki, kartometrik və vizual təhlil. Gəlin bir buna da baxaq, görək nə deyir. Bax deməli, 1 kartometrikdir, 2 vizualdır. Yuxarıya baxıram. Sol tərəf 1 kartometrik oldu, 2 vizual oldu, 3-dəki ortaq oldu. Dərəcə toruna görə təbii ki bu gedər rum rəqəmindən 1-ə, yəni kartometrikə. Bura rum rəqəmindən 2 olsun. Bu da rum rəqəmindən 3 olsun. Deməli, bitki və heyvan aləmi müxtəlifliyi bu təbii ki gedir 2-yə vizuala. Əhalinin ərazi üzrə yerləşməsini müəyyən edir. Bu da vizuala gedir. Çünki sən onu gözlə görə bilirsən. Azimut və istiqamət fasi hesablama var. Bu gedir kartometrikə. Kartoqrafi tədqiqat metodu da ortaqdır və coğrafi xəttlərin məlumat əldə etmək üçün istifadə olunur. Bu da təbii ki ortaqdır. 1, 4, 2, 3 və 5, 6 harda var? D variantında yadda saxlayaq. 90. Eyler-Venn diaqramına baxanda görürəm ki, olar. Bax 1 deməli silindrik proyeksiyadır. 2, daha doğrusu 1 konusdur, 2 silindrikdir. Yəni formalarından göstərir təbii ki. Getdik, oxuyaq görək nə deyir. Ekvator boyu ərazilər təhrif olunmur. Təhrif olunmur deyirsə, təbii ki, ekvator boyu ərazilər toxunan hansında var? Silindrikdə. Yəni bu gedir 2-yə. Paralel medianlar düz altında kəsir. Bu da silindrikdədir. Konusda paralellər göstərir. Medianlar bir mərkəzdən çıxan düz xəttlər şəklində olur. Paralellər göstərir deyirsə, bu təbii ki gedir konusa. Toxunma xəttində təhrif olunmur, bu ortaqdır. İkisində də harda toxunma varsa təhrif olunmur. Mülayim enliklərdə yerləşən ərazilərin xəritəsində istifadə olunur. Bu da təbii ki gedir yenə konusa. Deməli 3, 5, 1, 2 və ortaqda 4. Harda var o? C variantında. Yadda saxlayaq. Daha sonra deməli 91-ci sualın izahından davam eləyək. 91-ci sualda nə deyir uşaqlar? Bu təhlil metodlardır. Süxur laylarının yatım formaları ümumiyyətlə qrafikdədir. Çünki yatım formaları nə ilə müəyyən edirəm? Profillə müəyyən edirəm. Ərazinin profili qurulur. O da qrafik metodunun içindədir. Profil yadda saxlayın. Hadisə və ya deməli proseslərin kəmiyyət göstəriciləri hesablanır. Hesablanır varsa, bu təbii ki getməlidir kartometrikə. Bir də müxtəlif xəritələrdə fiziki, iqtisadi və digər göstəricilər haqqında məlumat olunur. Bu da təbii ki qalır vizuala. Deməli A, C və B variantı ardıcıllığımız oldu. Yadda saxlayıram. Yəni hesablanma kartometrikdədir uşaqlar. Bunu yaddan çıxarmayın. Aha, 92-də görək nə deyir? 92. Yer səthinin müəyyən bir nöqtəsindən hərəkətə başlayan səyyah şimal istiqamətində 10 km, sonra qərb istiqamətində 10 km, cənuba doğru da daha 10 km yol gedib hərəkətə başladığı nöqtə. Əgər başladığı yerə çatırsa uşaqlar, bu tip suallarda bu qütblərdir. Çünki qütblər ensizdir. Yəni digər ərazilərdə bu mümkün deyil. Bu ya şimal qütbüdür, ya cənub qütbü. Amma indi nəyə fikir verirəm? Bu şimala gedibsə, şimal qütbü ola bilməz. Çünki təsəvvür eləyək. Bax. Oxuyaq onu sərgəli yazaq. Bax, uşaqlar, şimal qütbündən bax, təsəvvür eləyək, bax, bura şimal qütbüdür, bax, bura. Söhbət 90 şimaldan gedir də. Bura şimal qütbüdür. Yəni, qlobusun ən yuxarı hissəsi. Bura cənub qütbüdür. Şimal qütbündən sən şimala heç hara gedə bilməzsən. Şimal qütbündən hara getsən, cənuba doğru getmiş olarsan. Cənub qütbündən hara getsən, şimala doğru getmiş olarsan. Yəni bu şimala gedibsə, bu şimal qütbü ola bilməz. Ancaq hara ola bilər? Cənub qütbü. Mən haradan bilirəm, yenə deyirəm, bunlar qütblərdir. Çünki yer kürəsinin ensiz yerlərindəcə sən tutaq ki, əvvəlcə məsələn şimala, sonra qərbə, sonra cənuba gedirsən. Bu ancaq ensiz yerlərdəcə olanda öz başladığın yerə qayıdarsan. Məsələn, enli yerlər, ekvatorial ərazilərdə əvvəlcə getdim şimala, sonra
qərbə, sonra cənuba. Çatdın fərqli bir yerə. Amma qütblər olanda, uşaqlar, coğrafi qütblər olanda indi burada tam indi dəqiqliklə çəkə bilməsə də yenə deyirəm. Başladıq yerə qaydırsa, yadda saxlayın. Bu coğrafi qütblərdir. Bunun səbəbi qütblərin ensiz olmasıdır. 93. Baxaq 93-ə. Xəritələrin hamısının tərifləri mövcuddur, lakin xəritənin təriflər olan hissələrində məsafəni hesablamaq üçün xüsusi miqyasdan istifadə edilir. Xəritədə 50 qərb və 10 şərq uzunluğu arasında 30 dərəcə paralellə. Gəlin çəkək olar bunu. Burada miqyas məsələsində. Deməli, bax, burada fikir ver 30 dərəcə paraleldən söhbət gedir. Yəni ekvatordan yox, ekvatordan yuxarıdakı 30 şimal da ola bilər, 30 cənubda. İndi mən 30 şimal yazdım. Söhbət 30 dərəcə paraleldən gedir. Və iki məntəqədir. Məntəqənin biri 50 qərbdədir. 50 qərbdə. Biri də Qrimviçin sağında, yəni 10 şərqdədir. 10 şərqdə. İndi xəttlər biraz əyri getdi, amma fikir verməyin ona. 30 dərəcə paraleldə 50 qərb və 10 şərq arasında fərqli yarımkürədir. Ümumilikdə bunları mən toplayaram. 60 dərəcə fərq olar. 50 qərblə 30 şərq arasında, 10 şərq arasında. 60 dərəcə bunlar arasında fərq olur və sən bilirsən ki, 60 dərəcə daha 30 dərəcəli paraleldə 1 dərəcə neçədir? Məsələn, 0-da, yəni ekvatorda 111-dir, 40-da 85.4, 30-da da kitabımızda o cədvəl var da, 96.5-dir. 1 dərəcəm 96.5-dirsə, 60 dərəcəm neçə olar? X. Aydın oldu uşaqlar. Biz buradan 60-ı vururuq. Deməli, 96.5-ə. Bu eləyir 5790 kilometr. Bu sənin həqiqi məsafən olar. Plussa burada 15 santimetrlik bir xəritədəki məsafə verib. Sən düsturda deməli nəyin yoxdur? Miqyasın. Hərəsini öz yerinə qoymaq qalır. 5790 bərabərdir. Xəritədəki məsafə, yəni 15 olsun miqyasa. Miqyas da bərabərdir. 5790-ı böləndə 15 yaşı olar. Qalır 386 kilometr. Bu kilometr olduğu üçün arxasında təbii ki 5 sıfır artıraram. Bu da harda var? Y variantında. Yadda saxlayın. 94. Plan və xəritənin müqayisəsidir. Bax, fikir verirəm. Deyir ki, şərti işarələrlə təsvir olunur, ortaq olar. İkisində də şərti işarə ola bilər. Məhəlləni təsvir edir. Təbii ki, bu plandır. Çünki kiçik ərazidir məhəllə. Böyük ərazilər təsvir olunur, xəritədir. Yəni deyirəm, plan kiçik ərazilərdədir. Generalizasiya daha çox məzun olar. Təbii ki, bu da xəritədir. Miqyasdan istifadə olunur, ortaq olar. Plan 10 minə qədərdir. Xəritə 10 mindən başlayır. Təhrif demək olar ki, olunur, plandır. Çünki plan çox kiçik ərazidir. Kiçik ərazini dəqiq çəkərsən və burada da təhrif olmaz. 2, 6, 3, 4 və tam görməyib. Biz burada harada səhv elədik? 4-ü ikisinə də ortaq götürdük. Generalizasiya çox məruz qalır. Bu xəritəyə getdi də. Deməli, şərti işarəli təsvirdir. Bir də miqyaslar. Biz bura 5 yazmalıyıq. Çalışıb 4 yazmışıq. 2, 6, 3, 4 və 1, 5. Harada var? A variantında. Daha sonra keçək 95-ə. Coğrafi enlik və coğrafi uzunluq. Biz bildik ki, coğrafi enlik paralellərdir. Paralel. Coğrafi uzunluq isə meridiandır. Digər adlardır elə bunların. Məntəqənin mövqeyinə şəkildir, ortaq olar. 1, deməli, ortaq getdi. Yadda saxlayaq. Daha sonra deyir ki, 0-90 arası hesablanır. Bu paralellərdir, yəni enliklər. 0-dan 90-a qədər artır. Çünki meridianlar 0-dan 180-ə qədər artırdı. Qrimviçdən hesablanır. Təbii ki, bu uzunluqdur, yəni meridiandır. 0-180 təbii ki, bu da meridiandır. Coğrafi koordinatı bu ortaq olar. Çünki paralel və meridianlar birləşik koordinatları müəyyənləşdirir. Ekvatordan hesablanır. Paraleldir təbii ki. 2, 6, 3, 4 və 1, 5 harada var? Y variantında var. Ondan sonra davam edək. 96-ya baxıram. Yenə paralel və meridianları göstərir. 96-da oxuyaq görək nə deyir. İstiqaməti təyin edir, ortaqdır. Bir ortaq götürərəm. Bir dərəcə qövsün uzunluğu hər yerdə meridiandır. Çünki meridianlar hamısının uzunluqları eyni olduğu üçün bir dərəcə qövsdə uzun eynidir. Formasına görə çevrədir, paralellərdir. Amma meridianlar yarım çevrədir. Yadda saxlayın. Ayrı enliklərdə bir dərəcənin qiyməti müxtəlifdir deyirsə, bu da paralellərdir. Yadda saxlayın. Çünki meridianlarda bütün hər yerdə bir dərəcənin 111-dir. Qütbləri birləşdirir, meridianlardır. Coğrafi koordinat deyirsə, təbii ki, bu da ortaq. Çünki koordinatlar paralel və meridianların birləşməsindən əsasən tapılır. 3, 4, 2, 5, 1, 6 harda var? B variantında var.
97-yə baxıram. Deyir, bir balaca sağa çəkək bunu. Deyir, silindrik proyeksiyanın tərtib edilən xəritələrdə ərazisi ən az təhrif olan materik və bunun səbəbi ən az təhrif olan materik Afrikadır. Çünki silindrik proyeksiya ekvatorial ərazilərə xasdır və Afrikanın tən ortasından keçir ekvator xətti. Ona görə ən çox ekvatorial sahillərə malik olan materik elə Afrika olduğu üçün ən az təhrif olan materik də elə həmin proyeksiyada Afrika olar. Amma məsələn azimutlarda tam əksinə çox təhrifə malik olan materik Afrika olar. 98-i əldə eləyək uşaqlar. Fikir verirəm nəyə? 73-dən 74-ə 1 dərəcə var və bu 1 dərəcənin uzunluğunu verib 74 kilometr. Yəni buradan bura olan 1 dərəcəm 74 kilometrdir. Bəs ümumilikdə neçə dərəcəm var? 1, 2, 3, 4, 5 dərəcəm var. Mən bu 5-i 1 dərəcəm 74-də axı 5 dərəcəm neçə olar? 74-ü vuraram deməli 5-ə. 74-ü 5-ə vuran deyirik uşaqlar. Deməli 370 kilometr. 370 kilometr. Bu sənin olar həqiqi məsafən. Təbii ki, miqyasın da var da. Sən 5 0 siləndə qalır buradan 25. Miqyasın da oldu deməli 25 kilometr. Nəyin yoxdur? Xəritədəki məsafən yoxdur. Həqiqi məsafə yəni 370 bərabərdir. Xəritədəki məsafəmi tapmalıyam, vurulsun miqyasa. 370 olar 25-ə böləndə qalar 14,8. Yəni xəritədəki məsafəm oldu 14,8. Görək 99-da nədir? 100-ə qədər də 1 çəkək. Saat sonra 100-dən sonra digər videoya saxlayaq. Deməli, topoqrafik xəritədə təsvir olunmuş ərazilər üçün doğrudur. Biz düzgün, yəni doğru ifadə seçəcəyik olar. Baxaq görək nə deyir. Bulaq çayın sağ sahilindədir və bulaq fikir versəz buradadır. Çay beləsinə axır. Çayın axdığı istiqamətə baxsan, bulaq çaydan yuxarıda, yəni sol sahildə qalır. Deməli, bir səhvdir. Ərazinin cənubundan axan çayda sıldırımlı sahilə malikdir. Ola bilər, siz hardan biləm? Çünki burada fikir versəz, bax, yarğan var. Yarğan varsa deməli burada sıldırım var. Nədə saxlayayım? 2-ni götürə bilərəm. Ondan sonra baxıram deməli 3-cüyə. 3-cüdə görək nədir? Ərazinin qərbində meşə və kolluqlar. Yenə deyirəm, bax, çaya baxanda çayın axdığı istiqamətə baxıram. Qərb yuxarıda qalır, şərq aşağıda qalır. Meşə və kolluqlar uşaqlar. Bax, burada məsələn deyək ki, meşə var. Burada ağac var da, düzdürmü? Və ya işarə ola bilsin PDF-də tam dəqiq düşməyib. Amma bu yuxarıda qalır da, yəni sol sahildə. Amma burada nə deyir? Ərazinin qərbində. Hə, düz deyir də. Yox, əstəğfurullah, səhv deyir. Çünki bu meşə və kolluqlar ərazinin sağındadır. Yəni qərbində yox, nəyində? Şərqində. Sağımız şərqdə, ona görə 3 də səhvdir. 4-cüyə baxıram. Çay yatağından şimala doğru əvvəlcə meyilin artması, sonra azalması müşahidə olunur. Bu da düzgündür. Çünki çay yatağından və buradan yuxarı baxanda görürəm ki, əvvəlcə horizontallar sıxlaşır. Buraya bu tərəfə doğru isə başlayır seyrəkləşməyə. Horizontalların sıxlaşması, meyilin artması, daha sonra aralı çəkilməsi, meyilin azalmasıdır. Deməli 4 onda burada düzgün, təbii ki, ifadə oldu. 2, 4. Daha sonra 5-ə baxıram. Ərazinin şimal-qərbində meyvə bağları. Bunlar meyvə bağlarıdır. Və fikir versəz nəyə? Bu şimal qərbində yox, yuxarı sağ tərəf, yəni şimal şərqindədir. Deməli 5 də səhvdir. 6-cı. Çayın sol sahili boyu inkişafda olan yarğanlar. Bəli, bax, bunlar yarğan işarəsidirsə, bu da düzgün ifadədir. Yəni 2, 4, 6 sənin cavabın oldu. 100-cü sualda deyək və bu videonu burada yekunlayaq. Azərbaycan Respublikası müvafiq olaraq Argentinanı, Azərbaycandan baxanda Argentina cənub-qərbdədir. Yəni aşağı, sol tərəfdə. Norveç. Təbii ki, Norveç bizdən baxanda yerləşər. Demək, şimalda. Singapur isə yerləşir. Daha da şimal-qərbdə. Daha dəqiqləncə şimal-qərbdə. Singapur isə yerləşir cənub-şərqdə. Onda cavabımız nə olar? B variantı olar. Yadda saxlayaq. Bura qədər bir sual var, yenə dəqiq baxaq. Azərbaycan Respublikası müvafiq olaraq Argentina, Norveç və Singapur, sualı tərs səhv başa düşdüm mən. Dövlətlərindən, dandan deyirsə həmin dövlətlərdən baxıram. Argentinadan baxanda Azərbaycan şimal şərqdədir.
Norveçdən baxanda cənub-şərqdədir. Sinqapurdan baxanda şimal-qərbdədir. Hə, biz həmin ölkələrdən Azərbaycana baxmalıyıq. Onda şimal-şərq, deməli şərq və şimal-qərb. Hə, burada cavabımız C variantı oldu. Mən sifdə səhv açmışdım suala, Azərbaycandan baxdıq. Amma xeyr, bu ölkələrdən Azərbaycana baxmalıyıq. Bu qədər uşaqlar, bu qədər. 100-ə qədər yekunladıq.